ol ki çağıranda gələr imdadə Hüseyndür. Allah öz sifətlərini bunlara verib. Allah öz sifətlərini bunlara verib. Bismillahirrahmanirrahim. Əziz izləyicilər üçün bir qısa, mühüm mövzuya toxunmaq istəyirdim. O da uca Allaha təvəkkül etməkdir. Uca Allaha təvəkkül edərək ona əzizlərimizi əmanət etməkdir. Uca Allah buyurur: "Və alallahi felyetevekkelil mu'minun." İman edənlər Allaha təvəkkül etsinlər. Həmçinin uca Allah buyurur: "İnnallaha yuhibbul mutevekkilin." Həqiqətən də Allah təvəkkül edənləri sevir. Həmçinin uca Allah digər ayədə buyurur ki: "Və men yetevekkel alallahi fehuve hasbuh." Allaha təvəkkül edənə Allah kifayət edər. Əziz müsəlmanlar, zikr etdiyim və zikr etmədiyim bütün ayələrə nəzər salsaq, görərik ki, uca Allah iman edənləri Allaha təvəkkül etməyə əmr edir, çağırır və həvəsləndirir. Hüseyn demişəm, ya Hüseyn sənə, indi yaman günümdür, əlimdən yapış, ağa. Həmçinin də bilməliyik ki, bütün bu ayələr peyğəmbərlərə, imamlara, salih insanlara, pirlərə, ocaqlara, ağaclara, daşlara, nala, göz muncuğuna, üzərliyə deyil, yalnız və yalnız bütün bu saydıqlarımı yaradan uca Allaha təvəkkül etməyi əmr etmişdir. Uca Allah buyurur: "Və alallahi fetevekkalu in kuntum mu'minin." Əgər iman etmisinizsə, Allaha təvəkkül edin. Deməli, əgər iman etməmisinizsə, o zaman Allaha deyil, Allahdan başqalarına təvəkkül et. Təvəkkül etmək, Allaha tapşırmaq, Allaha həvalə etmək, Allaha əmanət etmək deməkdir. Dua edərkən, bir iş görərkən, evdən çıxarkən uca Allaha təvəkkül edib işlərimizi ona əmanət etmək. Əzizlərimizlə sağollaşarkən, vidalaşarkən, sağ ol, paka, hələlik sözlərindən öncə daha mühüm deyəcəyimiz söz səni Allaha əmanət edirəm olmalıdır. Ona görə də gəlin hər birimiz dilimizi bu gözəl sözə alışdıraq. Hələlik bu qədər, sizi uca Allaha əmanət edirəm.